اللهم صل على محمد وآل محمد. أعوذ بالله من نفسي ومن الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، وصلى الله على سيدنا ونبينا أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى آله المعصومين المكرمين المنتجبين، واللعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. اللهم لعن أول ظالم ظلم حق محمد وآل محمد، وآخر تابع له على ذلك. اللهم لعن العصابة التي جاهدت الحسين وشايعت وبايعت وتابعت على قتله. اللهم لعنهم جميعا. Şükürler olsun Allah'a ki Allah Müteal bugün de Eza ayı olan Muharrem ayının ikinci gününde İmam Hüseyin Aleyhisselam'ın adına kurulmuş mecliste iştirak etmeye bize icazə verdi. Şükürler olsun Allah'a ki Allah bugün de bizi yaşattı, özün, dostların bize tanıttırdı, eyiblerimizi örttü ve ruzumuzu öz elinde karar verdi. Allah'ın vereceğimiz Allah'lığına hatir, ömrümüzün sonuna kadar bu nimetleri elimizden almasın ve bizleri verdiği bütün nimetlerin karşısında şükrediyen bendelerinden karar versin. Dünen o mevzu ki dedik, ibaret idi bundan. Niye her il İmam Hüseyin Aleyhisselam'a meclis keçirdirik? Ve cemiyette dair olan suallardandır. Deyirlər, niye her il bu meclisler qeyd olunur? Niye İmam Hüseyin Aleyhisselam'ı her il yad eləməliyik? Dedi ki, Allah'ın lütfiyle, ayələrlə buna cavab verir ki, bunu bizden Allah istəyir, bu hadiseleri tekrar edeyik, yoksa ile özümüzdendir. Hud suresinin 120. ayesini okuduk ki, cevaplardan biri Hud suresinin 120. ayesindedir. Bir neçə ayə oxuyacaq inşallah Allah ömür versə. Birinci ayəni dünən oxuduq yarısını da bugün oxuyarıq ki, bu ayənin özünün içində 4 dənə səbəb göstərilir ki, biz niyə hər il Məhərrəmli qeyd eləməliyik? İmam Hüseyin Aleyhisselamın məclisləri niyə qeyd olunmalıdır? İmam Hüseyin Aleyhisselam niyə yad olunmalıdır? İmam Hüseyin Aleyhisselama niyə əza saxlanılmalıdır? Hud surəsi 120. ayə. Allah buyurdu və kullən nəqussu aleykə min ənba'ir rusul. Peyğəmbər, biz sənə peyğəmbərlərin, tarixlərin danışdıq.
Niyə? Birinci səbəb bu idi. Ma nuthabbitu bihi fuadək. Bu hadisələri danışırıq ki, sənə təsəlli verək, qəlbin rahat olsun. Yəni, hər nə yaşayırsansa, onun artığını səndən qabaqçılar da yaşayır. Dediyi, bugün də İmam Hüseyin əleyhissalamın məclisinin İmam Hüseyinçilərə, möminlərə mesajı budur ki, narahat olmayın, bugün dünyanın çətin vaxtıdır, dünyanın sıxıntılı vaxtıdır və bu da bizə aid olan bir şey deyil. Hüseynçilər üçün dünya həmişə sıxıntılı olur. Amma bunu bilin ki, o ağanın adına ki, adımızı bağlamışıq və o ağanın ki, məclislərinə yerləşmişik və fəxr edirik bir gün bizə Hüseynçi desələr, yarxamışanlar. Ki, bundan böyük bir iftixar yoxdur adam üçün. Adam fəxr eləyər bir gün qiyamətin günündə desinlər ki, bu Əli şiəsidir. Bu yolun elə həmişə çətinlikləri olub da. Və bu da fəxr olunmalıdır. Çünki Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləm Həzrəti Əli əleyhissalama buyurdu: Ya Əli, əntə və şiətükə humul faizunə yevməl qiyamə. Qiyamət gününün nicat tapıb feyzə çatanları sən və sənin şiələrindir. Adam fəxr eləyər bununla ki, Əli şiəsi olar. Adam fəxr eləyər bununla ki, İmam Həsənin şiəsi ola bilər. İmam Hüseynin şiəsi ola bilər. Amma Həzrəti Əli və övladı Əli əleyhimussalam özləri kimi həmişə tərəfdarlarının da çətinlikdə olduğunu görürük. Necə Həzrəti Əmir əleyhissalam həmişə çətinlikdə olub. Baxın, bu günləri müxtəlif ittihamlar vururlar Hüseynçilərə, müxtəlif sözlər deyirlər. Yəni, bugün dünyanın bütün millətlərinin, dinlərinin, qüvvələrinin, güclərinin bir dənə davası var, o da şiəçiliklədir. Başqa heç kim, heç kimə bir söz demir. Bu ispat olunur. Bu gizli bir məsələ deyil, tezə bir söz deyil. Nədən? Yəni, bu sözün müəllifi mən deyiləm, bu sözün müəllifi həyatdır, dünyadır bugün. Bir dənə problemi var, dünyanın şiələrləndir və şiəçilikləndir, imamlarlandır və imamların tərəfdarları ilandır. Bir dənə problem yoxdur. Başqa heç kimin ilə problemi yoxdur. Bütün vasitələrdən istifadə edirlər, dolayı yolla nəticədə şiəçiliyi vurmaq üçün, imamət davamçılarını vurmaq üçün, vilayət davamçılarını vurmaq üçün. Başqa heç bir dinə heç kim heç nə demir. Baxın, hətta bir çox yerlərdə bir çox dinlərin təbliği üçün böyük sərmayələr qoyulur, böyük zəhmətlər çəkilir, şəraitlər yaradılır, maddi və mənəvi. Hətta İslam dininin belə şiəçilik qolundan başqa digər qollarına bir çox yerdə söz demirlər. Niyə? Çünki o qolların olub-olmamasının düşmən üçün heç bir fərqi yoxdur. Əksinə, yeri gələndə onlar düşmənin köməkçisidirlər, düşmən dəyirmanına su tökənlərdilər, İslama bir xeyirləri yoxdur. Ona görə də onlarla heç kimin işi yoxdur. Amma vilayət və imamət məktəbinin davamçıları ki, haqsızlığa heç vaxt susmayıblar, haqsızlıqla heç vaxt barışmayıblar, haqsızlığa boyun əyməyiblər, ona görə dava bunlarlandır. Allah da deyir ki, narahat olmayın da, bu hadisələri biz sizə danışırıq İmam Hüseyin ağanın başına gələnləri ki, ay Hüseynçi, narahat olma, ağın bundan da çox çəkir. Birinci səbəb bu idi, dünən bunu dedik. Ma nuthabbitu bihi fuadək. Allah deyir, mən Peyğəmbərlərin tarixini sənə danışıram, ey mənim Rəsulum, sən ürəyin rahat olsun. Ki, onlar da çəkib də. İndi biz də özümüzə deyirik də bunda ki, rahat olun. Bütün bu təzyiqlər, bütün bu sıxıntılar ki var şiəçiliyə qarşı, Hüseynçilərə qarşı, bunların böyügün ağamızın özünə eləyiblər. Təsəvvür edin, bu günləri qara geyinirsən bir söz deyirlər, geyinmirsən bir söz deyirlər, saqqal saxlayırsan bir söz deyirlər, saxlamırsan bir söz deyirlər. Bütün bunlara rağmen, yəni nə söz deyirlər ki, nə qədər ağır söz deyirlər, elə də bir acı söz demirlər ki. Yəni ola bilər, belə deyək, neyəsə etiraz eləsinlər, neyəsə, şükran, neyəsə məsələn fikir bildirsinlər, belə bizim ən loru dildə ağız əysinlər.
İmam Hüseyin Aleyhisselamın özünə nə deyirdilər? Dindən çıxmış. Təsəvvürlə, yəni bizə deyirlər niyə qara geyinirsən, amma demirlər ki, sən mürtədd olmusan. Amma Allahın hüccətinə bu sözü deyirdilər. İndi biz bu məclisləri keçirdirik, buna görə ki, Hüseynçilər narahat olmayın. Vallahi keçəcək bunlar hamısı. Tərəyyən də yaza çıxır, kərəyyən də, istəyi qışa qalacaq. Bu zülümlər keçəcək hamısı Allahın lütfü. Birinci və səbəb bu idi. Qəlblərə təskinlik. İkinci və cəəkə fi hâzihil haqq. Allah buyurur, mən Peyğəmbərlərin tarixini tanışıram. Buna görə ki, həqiqət üzə çıxsın. Cəbhələr bilinsin. Kim haqdır, kim batil. Yəni, baxmayaraq ki, Firon deyirdi, Ənə Rabbukumul ə'la. Mən sizin ən yaxşı Allahınızam. Firon özünə Allah deyirdi. Nəmrud özünə Allah deyirdi. Nəmrud deyirdi, mən bir nərdivan cərdin, gedim yuxarıda Allahla müharibə aparım. Amma batil idi. Necə ki, bugün gücü və zoru olanlar, baxmayaraq ki, haqq əhli gücsüzdür, zahiri, fiziki olaraq müəyyən güclər baxımından və o zalimların, zorbalların zülmünə məruz qalıb. Amma bu deməkdir ki, bir nəfərin gücü varsa, pulu varsa, vəzifəsi varsa, haqlı deməkdir. Firon bir gün şah idi, amma Firondu da Allah lənət eləsin. İndi bugün hər hansı bir şah haqsızlıq edirsə, Allah lənət eləsin. Ola bilər bugün gücü var, ola bilər bugün pulu var, ola bilər bugün vəzifəsi var, ola bilər bugün onun ixtiyarında böyük ordular var, qüvvələr var zalimların. Amma batildir də. 72 nəfərin üstünə 30 min adam gəlmişdi. Elə yuvarlaq deyildi, 36 min deyənlər də var, hə? 36 min adam gəlir 72 nəfəri alıb mühasirəyə. O demək deyil ki, o 72 səhvdir və ya 36 ya o 30 min haqdır. Bir şey olmaz. İkincidir, səbəb budur ki, haqq üzə çıxdın və cəbhələr bilinsin və hər kəs öz cəbhəsinin mövqeyin bilindirsin də. Bu da bizim bir borcumuzdur da. Biz də bu məclisə gəlməklə istəyirik ki, biz Hüseyn cəbhəsindəyik. Bizim də iddiamız budur ki, Allah bizi bu cəbhəyə layiq eləsin, bu cəbhədə yaşatsın, bu cəbhədə öldürsün inşallah. Bizim də iddiamız budur ki, biz bu cəbhədəyik də. İndi hala nə qədər layiqəmdən işim yoxdur. Gəlmişəm ki, ləyaqət qazanım da. Hüseynin qapısı budur da, İmam Hüseyin ağanın qapısı budur da. Gəlmişəm ki, ləyaqət qazanım da. Ki, İmam Hüseyin Aleyhisselam bir daha nəzər eləsə, dünya və axirətin xoşbəxtçiliyidir, dünya və axirətin müvəffəqiyyətidir və insanın kamilləşməsi və böyük insani mərhələləri keçməsidir ki, bu özü çox önəmli bir məsələdir ki, o da bu məktəbin yolundan keçir ki, bu məktəbdə ancaq o mümkündür. İnsan gələ insan ola. Bu iki dənəni dünənləri saydım. Üçüncü, niyə tarixi biz danışırıq, təkrarlayırıq və bu məclislərə girişirik? Yetişdik bura. Buyurur həmən ayədəki və məvizətun. Tarixi təkrarlama məvizədir, ibrətdir. Gəlmişik, tarixdən danışaq, deyək ki, belə şeylər olub, bu tür şeylər baş verir. Biz də onlara uyğun özümüzü tənzimləyək. Dünənləri müəyyən işarələr olmuşdur. Məsələn, hansısa bir məsələ ilə üzləşirik, görək İmam Hüseyin Aleyhisselam üzləşəndə neynəmişdi? Fərqi yoxdur, bu müsibət şəxsimizədir, ailəmizədir, övladımızadır, çevrəmizədir. İmam Hüseyin Aleyhisselam bu çətinliklərlə üzləşəndə neynəmişdi? İmam Hüseyin Aleyhisselam atdığı addımların hamısı ilə neynədi? Bizə dərs verdi. Bütün atdığı addımlarla, hər tərəfdə. O, məsələn, çətinliyə düşdün, neynəməlisən? Neyi nəyə qurban vermək olar? İndi bizim ən böyük çətinliklərimizdən biri odur axı ki, adətən üxrəvi şeyləri, axirət dəyərlərin dünya dəyərlərinə qurban veririk. İmam Hüseyin Aleyhisselamın bizə verdiyi dərs tam bunun əksidir. İmam Hüseyin Aleyhisselam əksin deyir ki, heç vaxt axirətinizi dünyavıza qurban verməyin. Dünyavıza, axirətinizə qurban verin ki, dünyavız da xoşbəxt olsun, axirətiniz də. İmam Hüseyin ağanın bizə öyrətdiyi budur.
Ola bilər çətinliklə üzləşəsiniz, ola bilər sıxıntı ilə üzləşəsiniz, zülmlə üzləşəsiniz. Siz təsəvvür edirsiniz, İmam Hüseyin əleyhissalam kimi şəxsiyyətə olunan zülmləri nəzərə alın, özdə bilinən halda ki, bu kimdir? İndi görsən, bəzən məsələn, möminə müəyyən bir çətinliklər, sıxıntılar olur, deyir ki, mən möminəm, niyə belə oldu deyə. İmtihan mömin üçündür də. Peyğəmbər buyurur ki, bu dünya möminlərin zindanıdır da. Dünya zahirən möminlərin zindanıdır. O möminlər ki, zindandadılar, zindan içində zindandadılar. Birinci zindan deyir ki, bu dünyanın özü zindandır. Dünyanın özü çətinliyidir başdan ayağa. Bir yer ki, oranın adı dünyadır, oradan yaxşı nə gözləmək olar? Dünya sözü bilirsə ərəb sözdür. Dünya sözünün lüğəvi mənası alçaq deməkdir. Dəni sözündəndir də dünya. Dünya yəni alçaq. Bir yer ki, o yerin adı dünyadır, oradan uca nə gözləmək olar? Etibarsızlıqdan başqa, yalandan başqa. Ona görə Allah dünyanı Qur'anda bizə başa salanda ki, dünya nədir? Buyurur, İnnəmə dünya lə'ibun və ləhvun. Buyurur, oyuncaqdır dünya. Quran ayəsidir, deyir, dünya oyuncaqdır. Yəni, ən azından bunu bilməliyik ki, dünyaya verəcəyimiz əhəmiyyət və dəyər ən maksimal bir az yaşlı övladımızın bir oyuncağına verdiyi dəyər qədər olmalıdır. Ondan çox olsa deməli biz uduzmuşuq. Uşağı necə bilənə oyuncaqla oynayır, 5 dəqiqədən sonra yadından çıxırla qoyur orada çöldə, qumun üstündə çıxır gedir, yağışın altında gedir, qarın altında gedir. Sabah yadına da düşmüş ki, haradaydı. Əgər bir nəfər dünyaya bundan artıq əhəmiyyət versə, uşağın bir oyuncağa verdiyi dəyərdən artıq dəyər versə, dünya o adamı deməli Allah'dır. Çünki bir dəyəri yoxdur axı. Allah deyir ki, oyuncaqdır bu. İndi durub da biz Allah'ın qabağında təfsir edəməyəcək. Heç olmasa adam o azından, varından, yoxundan, çoxundan Allah istəyən kimi istifadə eləyə, özünə axirət qazana da. Niyə? Axirətini zay eləyə. Həzrət Əli əleyhissalam buyurur, bədbəxt o insan ki, axirətin dünyasına satar. Ondan sonra buyurur, ondan da bədbəxt o insandır ki, axirətin başqasının dünyasına satar. Necə ki, çoxları bugün belə edir. Yaltarlığın ucbatından, kiməsə xoş olmağın ucbatından öz axirətin kiminsə dünyasının rahatçılığına satır və dəyişir. Heç özünə bir şey çatmır oradan. Filan kəsə xoş olsun. Həyat tərzidir, bu yaşam tərzidir ki, İmam Hüseyin bizə bunu öyrədir ki, belə yaşamayın, kişi kimi yaşayın. Birincisi budur ki, dünyamızı heç vaxt axirətdən üstün tutmayın. İkincisi budur ki, heç kimin dünyasını heç tutmayın axirətdən üstün. Belə bir şey olmaz ki, adam gələ axirətin kiminsə dünyasına qurban verər. Çox doğrudan utandırıcı bir şeydir də. Utandırıcı bir şeydir də. Ona görə tarixi biz danışırıq. Çünki muizədir. İmam Hüseyin əleyhissalamın bizə göstərdikləri var. Necə ki Allah Qur'anda danışır ki, tarixdə nümunələr var. Bilirsiniz də, bu peyğəmbərlərin ki, tarixlərini Allah danışır Qur'anda, hərəsindən bir şey öyrənməliydi. Əlbəttə elə bu, məsələn, indi mən bəzi misallar vuracağım, elə bu deyil ha, müəyyən baxışlardan da. Məsələn, Həzrəti Adəmin tarixini danışır Allah Qur'anda, muizədir də, nəsihətdir də. Həzrəti Adəmdən məsələn bizə nə öyrədir? Tövbəkarlıq. Düz deyir, Həzrəti Adəm tövbəkar oldu və Allah da onu bağışladı. Həzrəti Adəmdən bizə bunu öyrədir ki, tövbəkar olaq. Özdə nə qədər? Bir dəfə, 2 dəfə yox. Mərhum Əlləmi Məclisi Rizvanullah Teala aleyh deyir ki, 250 il ağladı Həzrəti Adəm. Bir üstə tarixin bir neçə şəxsiyyəti var. Onlar tarixin çox ağlayanı kimi tarixə düşüblər. Tarixdə onlardan çox ağlayan olmuyor. Onların məşhurları ilə birincisi Həzrəti Adəmdir. İkincisi Həzrəti Yaqubdur. Üçüncüsü Həzrəti Zəhra salamullah aleyhadır. Dördüncüsü Həzrəti İmam Səccad əleyhissalamdır ki, tarixin ən çox ağlayanları kimi.
tarixə düşürlər. Aşuradan sonra İmam Səccad əleyhissalam təxmini yadımda qalan rəqəm 34 il civarında ömür sürüb. 34 il ağladı. Dedilər ki, imam, niyə bu qədər ağlayırsan? Su görür, ağlayır, yemək görür, ağlayır, uşaq görür, ağlayır, böyük görür, ağlayır, oturur, ağlayır, durur, ağlayır. Deyir, bir gün İmam Səccad əleyhissalam qəssabların dükanının qabağından keçirdi. O qəssab imamı gördü, gəldi, salam verdi. Salam aleyk, ya Rasulillah, Peyğəmbərin oğlu, salam olsun sənə. İmam dedi ki, mümin bir şey soruşum səndən. Dedi ki, buyur, dedi. Bu qurbanları, bu heyvanları kəsəndə, bir üstə müstəhəbdir, heyvanı kəsməmişdən qabaq ona su versinlər. Dedi, bu heyvanları kəsəndə su verirsiniz. Dedi, bəli ağa, heç olmur ki, biz heyvanı kəsək, ona su verməyik. İmam buyurdu, ama mənim atamı susuz qətilə yetirdilər, susuz başını kəsdilər. Bunlar tarixin çox ağlayanlarıdırlar. Ki Həzrəti Adəm 250 il ağladı. Allah deyir, mənim qapımda ağlamaqdan narahat olmayın, onda ucalarsınız. Peyğəmbər buyurur, qiyamətdə iki gözdən başqa bütün gözlər ağlayacaq. Biri gecələr Allah qorxusundan durub ağlayan gözlər, biri də mənim balam Hüseynə ağlayan gözlərdir. Esselamu aleyk ya Əba Abdillah. Peyğəmbər buyurdu, kim mənim oğluma gözyaşı axıtsa, qiyamətin günündə bütün gözlər ağlayanda onların gözləri güləcək, ağlamayacaq. Biz bu tarixləri danışırıq, Quran buyurur, mev'izatun, Peyğəmbərlərdən sənə danışıram. Peyğəmbər, çünki bunlar mev'izədirlər, nəsihətdirlər. Məsələn, Həzrəti Adəmdən ağlamağı öyrənin, tövbə eləməyi öyrənin, Həzrəti İbrahimdən şücaəti öyrənin. Bir nəfər imperiyanın qabağında dayanıb. Bir nəfər. Hətta mən ustadlardan eşitmişəm, deyirlər Həzrəti İbrahimin dönəmində bir dənə zaman oldu. Yer üzündə Həzrəti İbrahimdən başqa la ilahə illallah deyən olmadı. Təsəvvür edirsən, yer üzündə bir nəfər bütün yer üzünə qarşıdır ki, Allah təkdir, şəriki yoxdur və siz batıl yoldasınız. Allah Peyğəmbərə deyir, bunları sənə danışıram. Nəsihətdir, muizədir Həzrəti İbrahimdən şücaət öyrənmək üçün, Həzrəti Musadan təvəkkül öyrənmək üçün, Allaha necə söykənmək olar? Gəldi, çatdı dənizə, Bəni İsrail də arxadan gəlir. Çatsalar bunları öldürəcəklər. Qoşun gəlir, bunlar da bir ovuc adam. Bir neçə nəfər adam mesela. Dedilər ki, düşmən çatı, İnna lemudrakun, ayə budur deyil. Dedilər, indi düşmən bizi gəlib tutacaq, çatacaqlar bizə. Həzrəti Musa çox rahatsızlığına deyir, narahat olmayın ki, İnnə mə'yə Rabbi, Allah mənəndir, narahat olmayın. Böyle tam soyuqqanlılıqla, heç elə bil arxadan qoşun gəlmir. Allah deyir, mən danışıram, təvəkkül eləmək Həzrəti Musadan öyrənin. Deyir, Həzrəti Yusuf'un tarixini danışıram, təqvanı öyrənin, pakdamənliyi öyrənin, paklığı öyrənin, düzlüyü öyrənin Həzrəti Yusuf'dən. Elə danışmır ki, mevizə var da bunların içində. İslam Peyğəmbərindən deyir, danışıram sizə, sabit qədəmliyi öyrənin. Vəstəqim kəma umirt, Peyğəmbərə, Allahın İslam Peyğəmbərinə əmrlərindəndir. Sənə əmr olunan kimi sabit qədəm qal. Necə ki qaldı Həzrəti Peyğəmbər. Allah bunları danışır ki, biz öyrənək. İndi biz İmam Hüseyin Aleyhisselamla danışırıq. Niyə? Onda olanları öyrənmək üçün. İmam Hüseyin Aleyhisselamda da maşallah hər kəs üçün dərs var da. 6 aylıq körpədən başda 90 yaşacan. Şəhidlərin içində bütün yaşlar var da, mən bir hamısı saymıram da. Uşaq var, körpə var, gənc var, cavan var, qoca var. Hələ deyirlər ki, Həbibdən də yaşlı bir nəfər var idi. Həbibdən də yaşlı. Mən onun bir dəfə söhbətini eləmişdim. Keçən məhərrəmlik idi deyəsən. İşarə olunmuşdu ona Allahın lütfü ilə. İmam Hüseyin Aleyhisselamın qapısında bütün yaşlar üçün sinif var. Bütün yaşlar üçün sinif var. Birdən birinin zehninə sual gəlsə ki,
necə olur? Hər yaş üçün sinif olur bəyə. Buradakilardan yaxşı bunu bilən yoxdur ki. Elə deyil. Məsələn, məktəb, institut yaşı qutarandan sonra bizdə daha heç kim məktəbə gelmir də, düzdür. Amma burada oturanların hamısı hindi olduqları 40, 45, 50 yaşında kurslara gedmişsiniz dil öyrənmək üçün, yoxsa yox? Baxın, hər yaş üçün sinif var. Ya bunu nemes eləyə bilirsə, İmam Hüseyin İslam da eləyib də. Hər yaş üçün sinif var. Bütün yaşların sinifi var. Harada nə öyrənmək istəsən, hansı yaşda sənə nə lazımsa onun sinifi var ayrıca. Ged onu orada öyrən. 40 yaşındasan ged 40 yaşlıların sinifində öyrən. 30 yaşındasan ged 30 yaşlıların sinifində öyrən. 100 yaşındasan ged 100 yaşlıların sinifində. Fərq eləmir. Hər üçün, bütün yaşlar üçün, bütün dillərdə, bütün sahələr üçün. Orada dərs var. Çünki İmam Hüseyin İslam'ın attığı bütün addımlar nədir? Elə dərsdir. Və ondan sonra dördüncü səbəb ki, bu ayənin içində Allah buyurur ki, biz niyə tarixdən danışmalıyıq? Buyurur və zikra lil mu'minin. Peyğəmbərə birinci dedi, nusabbitu bihi fuadək. Sənin qəlbivi rahatlamaq üçün. Və ca'əkə fi hazihil haqq. İkinci həqiqəti üzrə çıxartmaq üçün tarixi danışırıq. Haqla batilin bilinməsi üçün. Ondan sonra dedi və mav'izətun. Orada iki dəfə birbaşa Peyğəmbərə demişdi. Haqqın sənə gəlməsi üçün, sənin qəlbini təskinləşdirmək üçün və sənin sayında o birlərin. Burada deyil və zikra dördüncü səbəb. Mövizədən sonra lil mu'minin. Tarix xatırlatmadır möminlər üçün. Gərək biz tarixi danışaq ki, İmam Hüseyin İslam kim olub, necə olub, necə yaşayıb ki, biz də bu cür yaşamaq öyrənək. Məqsəd budur. Ya niyə təkrar deyirik? Allah əmr eləyib ki, təkrar deyin. Allah əmr eləyib ki, bunu hər il danışın. Harda? Zariyat surəsi 55-ci ayədə. Allah buyurur: "Və zəkkir fə innəz-zikra tənfə'ul mu'minin." Peyğəmbər, xatırlat, yada sal. Yada salmağın möminlərə xeyri var. Biz ki, hər il təkrar yada salırıq Aşuranı. Allah buyurur ki, bunda bir xeyir var. Tənfəu bildiyimiz, bizdə də işlənən söz, mənfəət, nəf. Bizdə onun nəfi işlənir, deyirlər nəf, yəni xeyir, fayda, mənfəət, qazanc. Qazanca nəf deyirik də, elədir. Allah deyir ki, siz hər il danışın bu Məhərrəmdə İmam Hüseyndən, burada sizin qazancınız var, nəfvüz var. Amma danışın. Bu məclislərin olmağı buna görədir ki, biz qazanaq. Orada baş verənləri həyatımıza tətbiq eləməklə, oradakı yaşam tərzin həyatımıza tətbiq eləməklə, onların yaşadığı kimi yaşamağı öyrənməklə. Onlar necə eləyiblərsə, biz də o cür olub müvəffəq olmaqla. Bilirsiniz, İmam Hüseyin İslam cənnətə gedən yoldur, Allahın qapısıdır. Oradan adam Allahın dərgahına daxil olur. O Kərbalaya gedəndə yolda bir nəfərlə, bilirsiniz, imam kimi görürsə dəvət edirdi də yolda. Ki, mən bu məqsədlə filan yerə gedirəm. Əgər istəyirsənsə, xoşbəxt olasan, gəl qoşul mənə. Bir nəfər imama dedi ki, istəyirsən sənə at verim, qılınc verim. Deyir, imam təbəssüm elədi. Aleykümselam. İmamın üzrə bir təbəssüm yarandı. İmam buyurdu ki, mən söz, məsələ budur ya, niyə biz buradayıq? İmam Hüseyin ağa deyir, mən deyirəm, gəl səni cənnətə aparım, bu deyir, gəl sənə at verim. Deyir, mən sənə deyirəm, gəl sənə əbədi saadət verim, bu deyir, gəl sənə qılınc verim. Və qeydin vurur axırda. Deyir ki, hayf, bu elə bildi ki, mənim buna ehtiyacım var. Xəbəri yoxdur ki, bunun mənə ehtiyacı var. Söz buradadır. Bizim ehtiyacımız var ki, gələk bu qapıya düzələk və nicat tapaq. İmam Hüseyin Aleyhisselamın ehtiyacı yoxdur. Bizim ehtiyacımız var ki, bunlarla ünsiyyət qurmaqla adamlar sırasına girək. Çünki İmam Hüseynin yanındakiler adamlardır.
İmam Hüseyin aleyhissalam birdən bizim yanımıza gəlsə aşağı düşmüş olar. Biz çalışmalıyıq yuxarı çıxmaq üçün. Biz can atmalıyıq ona yaxınlaşmaq üçün. İmam Hüseyin aleyhissalam əlindən gələni elədi də biz üçün. 6 aylıq körpəsinə can verdi. Niyə? İmamın ki qarşılıqlı bir qazancı yox idi orada. Bir dənə məqsəd bu idi ki biz düzələk. Biz inkişaf eləyək. Biz bağışlanaq. Biz yüksələk. Biz Allahla yaxın olaq. Bundan başqa bir məqsəd yox idi ki. Ona görə bütün hər şey gözünə aldı və bugün bilirsiniz İmam Hüseyin aleyhissalamın Kərbəlaya daxil olduğu gündür. Məhərrəm ayının 2-si İmam Hüseyin aleyhissalamın Kərbəlaya daxil olduğu gündür. O Kərbəla ki İmam Hüseyin aleyhissalam o bizdə loru dildə deyərlər belə. Əlini neçə kim bilirdi ki burada onun qətligahı. Babası Peyğəmbərdən nə qədər eşitmişdi, sahib 50 döyül. Saysız. Səni filan yerdə şəhid edəcəklər. Atası Əmir Əl-Mömin Aleyhisselamdan nə qədər eşitmişdi. Məlum, Siffin müharibəsində İmam Hüseyin Həzrət Əlinin yanında idi, yoxsa yox? Siffindən qayıdırlar. Siffin müharibəsi olub, qutarıb. Ravi deyir ki, Kərbəla ərazisinə çatanda Həzrət Əli Aleyhisselam atdan düşdü. Düşdü, yerdən bir ovuc torpaq götürdü, iynədi və başladı ağlamağa. Dedi ki, ağa, nə oldu? Niyə bu cür narahat oldu? Niyə ağladın? İmam buyurdu ki, burada Allah dostlarının qanı töküləcək. Burada Allahın əziz bəndələrinin qanı töküləcək. Mənim oğlumu burada susuz şəhid eləyəcəklər. İmam Hüseyin Aleyhisselam da Həzrət Əlinin yanındadır. İmam Hüseyin Aleyhisselam bunları görür. İmam Hüseyin Aleyhisselamın yanında danışıblar Həzrət Aleyhisselam. İmam Hüseyin Aleyhisselam o ki gəldi, tarix deyir ha, çatdı o əraziyə, o bələdçidən soruşdu ki, buranın adı nədir? Dedi Kərbəla, dedi həndə. Çadırları buradadır. Bizim son mənzilimiz buradır. Çünki cəddim mənə xəbər verib, atam mənə xəbər verib, qardaşım İmam Həsən mənə xəbər verib. Və bizim son mənzilimiz buradır. Kərb və bəla yeri, qəm, qüssə, kədər, müsibət və bəla çölü bu günləri və biz bura çatdıqda, buradan o yüzden bizim mənzilimiz yoxdur. Bura bizim son mənzilimizdir. Allah bütün arzu edənlərə ağanın Kərbəla ziyarətini nəsib eləsin inşallah. Allah'a verək, öz Allahlığına xatir, madaməl ömür bizi İmam Hüseyin ağadan ayrı salmasın. İmam Hüseyin ağa ilə yaşadıb, İmam Hüseyin ağa ilə öldürsün inşallah. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.